Salam değerli izleyiciler. Salam Asim, bir daha xoş gəlmisən. Asim mənim deyir ki, bu günləri o modul işarət daxilin bərabərlə izah eləmişdik əvvəlki dərs. İndi onu daha biraz imtahanda düşən daha mürəkkəb. O qədər də mürəkkəb bir şeylər deyil bunlar, amma imtahana görə. Bu sualların müzakirəsi baxaq. Demək, bu kitablarda belə verilir. Sistem şəklində 2 dənə sistemdir. Bir də x çıxaq 4. Yəni modul A bilirik ki, biz hamımız bilirik ki, modul A nəyə bərabərmiş? Modul A bərabərdir, ya da bərabərdir. Əgər A kiçik bərabər 0 olarsa, mənfi A-ya, A böyük bərabər 0 olarsa, indi burada birində kiçik, əslində burada A bərabər 0'ı götür, amma belə də yazma olar. Bölündə A-ya. Aydındır, bundan istifadə edirik. Və iki halda da bu bərabərsizliyi həll edirik. Ümumi həlləri nə edirik? Kəsişdiririk. Kitablarda belə verir. Amma daha rahat yol, daha belə də çox yazmadan, eyni şey demək olar ki, amma biraz daha rahatdır. Burada yox, burada daha çox fərq verir. Aydındır. İndi burada biz belə, bu ədəd oxu çəkirik, ta ki bu ədəd oxudur. Və bu modul işarəsi daxilindəki ifadənin sıfıra çevirən qiyməti neçədir? 4. 4'ü qoyuruq, burada qeyd edirik 4'ü. İndi burada iki aralıq əməl edir. Biri mənfi sonsdan 4'ə, biri 4'dən hara? Müsbət sonsuza. Bu aralıqlarda, bu aralıqda mənfi sons 4'də bu mənfidir. Bura mənfi işarəti qoyuruq. Bu isə nədir? Müsbətdir. İndi gəlsək, məsələn, bunu eləyəndə, burada artıq ədəd oxunda qeyd edilir yenə. Bu nədir? İfadələri sıfıra çevirən qiymətinə baxırıq, modul daxilində ifadə. Biri 1'dir, aydın, ya da bura 1. Bir də yazaq nə? 3. Aydın. Burada 3 dənə aralıq var. Məsələn, bu aralıq mənfi sonsuzluq 1'dir. Burada yazaq ta ki, mənfi sonsuzdan nəyə? 1 aralığı. Aydın oldu. Bu aralıqda belə qeyd edirik. Tabi belə sistem şəklində deyək ki, burada. Bu aralıqda bu ifadə necədir? Bu aralıqda. Mənfi sonsuzluq 1 arada. Bu ifadənin qiyməti necə alınır? Müsbətdir, mənfidir. Bizim bu aralıqdan bir ədəd qoyuruq. Ta ki 0'ı. Qoyanda bura görürük ki, mənfidir. Demək, bu aralıqda bu mənfidir. Bir də bu ifadəyə baxırıq. Bu ifadəsində burada bir 0'ı, mənfi 2'ni qoyanda bu ifadə aldığı qiymət nədir? Mənfi. Yəni qeyd edilir mənfi. Sonra bu aralıqda da həmçinin. Bu ifadənin qiyməti. Məsələn, bu aralıqdan bir 2'ni qoyuruq. 2'ni qoysaq bu müsbət. İstənilən birini qoysaq mənfi deyil burada. Demək, bu müsbət olur. Bəs bu isə mənfidir. Gəlir indi bu aralığa, buradakı aralıqda, 3 müsbət sons aralığında, burada nədir bu? Hər ikisi müsbətdir. Belə qeyd edirik. İndi həll eləyəcəyik, belə. İndi burada, bu aralıqda birinci aralıq, mənfi sonsuzluq 4 aralıq. Deyilmi olur? Burada qeyd edirik. Mənfi sonsuzluq nəyi? 4'dür. Aralığı qeyd edirik. Və buradan nə çıxır? 4 minus x, yəni moduldan 4 çıxar x. Yəni burada əgər bu mənfidirsə, yəni A mənfidirsə, demək mənfi A. Mənfi mötədə x minus 4'də edir, elə 4 minus x. Bunlar əks ədədlərdir. Kiçik bərabər yazırıq. Nədən? 2x çıxaq 1'dən. Sonra birləşmə. İkinci aralığımız hansıdır? 4 müsbət sonsuzluq. Yazırıq burada 4 nə? Müsbət sonsuzluq. Və burada da buradan olduğu kimi çıxır. X çıxaq 4. Kiçik bərabər nə olur? 2x çıxaq 1'dən. Aydındır. İndi bunu burada həll edirik. Mənfi alırıq 3x. Kiçik bərabərdir. Mənfi 5'dən. X də böyük bərabərdir. Yəni bərabərsizliyin hər kəddini mənfidə bölükdə işarə nə edir? Böyükdür bərabərdir. Yəni olur nə? Kiçiklə. Kiçik bərabər, böyük bərabərdir. Olur 3'də 5'dən, o da 1 tam 3'də 2'dən. İndi baxın. Bu aralıqda olan ədədlərin x 1 tam 3'də 2'dən böyüksə, 1 tam 3'də 2 harca bu aralığın bu hissəsi böyük olanda bunların ikisi bununla bu ifadə bərabərsizliyin aralığın kəsişməsi verir nəyi? 1 tam 3'də 2 nə? 4 aralığını verir. Demək, həllin bir hissəsi budur, tapdıqlarda. Birləşmə. İlgəyi bunu həll edirik. Buradan demək, keçəndə bu tərəfə olur nə? Mənfi x. Kiçik bərabərdir 3'dən. X də böyük bərabərdir nədən? Mənfi 3'dən. Və mənfi 3'dən böyük, 4'dən böyük. Bunların ikisinin kəsişməsi nə verəcək? Elə bu aralığı verəcək. Demək, burada da alırıq 4'dən nəyə? Müsbət sonsuzluğa. İndi 3-cü birləşmə gəlir. Burada yoxdur elə. Onu görmüşəm elə, bu onundur. Demək, bu iki həllin birləşməsi 1 tam 3'də 2'dən 4'də, 4'dən nəyə? Müsbət sonsuzluğa. Bu birləşmə verir nəyə? 4
müsbət sonsuzluq arasını verir. Üstən, düzdür, olur. Təşəkkür edirəm. Demək, 1 tam 3'də 2'dən 4'ə 4'də müsbət olur. 1 tam 3'də 2'dən 1 tam 3'də 2'dən hara? Müsbət sonsuzluğa. Cavabımız bu. İndi bu biraz ondan biraz fərqlidir. Daha çoxdur da, iş çoxdur burada. Yəni, bu aralıqda bu işarə bunun işarəsidir. Demək, bunun əksi nədir? Bilmirsiniz. Oradan çıxır 1 çıxaq x. Aydındır. Üstə gələk. Oradan nə çıxır? 3 çıxaq x. O da, çünki bunun da işarəsi budur. Aydındır. Kiçik bərabər nədən? 6'dan. İndi biz bu sistemi bərabəsini həll eləyəndə, bunun həlli nə olacaq? Mənfi x, mənfi 2x kiçik bərabər, mənfi 2x kiçik bərabərdir. Demək, 3 çıxaq 1, 2'dən, x böyük bərabər nədən? Mənfi 1'dən. Demək, mənfi 1'dən böyük, bu da mənfi sonsuzdan 1'ə qədər. Bunların ikisinin kəsişməsi, yəni olacaq demək, mənfi 1, nə? 1 aralığı. Aydındır. Birləşmə. Gəlin indi bu aralıqda. Bu aralıq birləşmə yazaq. Bu aralıqda isə, aralıq nədir? Parçadır. 1-3 parçası tutaq elə mi bu arada? Burada bu işarə bunundur. Burada nə çıxır? X çıxaq 1. Üstə gələk. Burada işarə bunundur. Mənfidir. Demək, oradan çıxacaq 3 çıxaq. X kiçik bərabər nədən? 6'dan. İndi bunu həll edəndə x ilə x getdi. Oldu 0x yazaq. Belə. Aydın oldu. Kiçik bərabərdir. Mənfi 1'i keçidliyib, yəni müsbət 7 çıxaq 3 edir 4. Demək 0x kiçik 4 x'in bütün qiymətlərində ödülür. Ona görə x daxil nəyə? Bura erə. Həqiqətlər çoxlar. Yaxud, indi bundan da kəsir. Bu da yaxud da mənfi sonsuzluq nə yazmaq olar? Müsbət sonsuzluq yazılır. Bunlar eyni güclüdür. İndi bu ifadə, bunun kəsişməsi, bu parça, bu az çoxluq olduğunu elə verir 1-3 aralığını. Yazırıq burada birləşmə 1-3 bağladıq. İndi birləşmə. 3-cü aralıq, bunun da birləşməsini yazaq. 3-cü aralıq hansıdır? 3 nə? Müsbət sonsuzluq aralığıdır. Aydındır. Demək, burada nə çıxır? Bu da işarələr ikisi də müsbətdir. X çıxaq 1, üstə gələk x çıxaq 3, nədir? Kiçik bərabər nədən? 6'dan. Buradan da alırıq ki, bu bərabərsizlikdən də yalnız bundan alırıq ki, 2x kiçik bərabərdir. Demək, 6, 10, x də kiçik bərabər nədən? 5'dən. Və 3'dən müsbət sonsuzluğa və bu da 5'dən kiçikdir. Bu həll ilə bunun kəsişməsi verir nə? 3-5 aralığını. X daxildir burada. Nə? 3-5 aralığını. Aydın oldu. Demək, parçasına daha doğru desək. Buradan birləşmə 3-5 yazsaq, aydın oldu. 3-5 yazsaq. O da bərabərdir. Bunlar hamısı mənfi 1'dən 1'ə, 1'dən 3'ə, 1 ikisində də aiddir. Demək, 3 ikisine de aitli olduğunu bu olacaq mənfi 1'dən hara? 5'ə. Və həllimiz oldu bu. İndi ola bilər ki, oğlum, buradan həll tapaq. Burada olsun boş çoxluq. Məsələn, 0x böyük bərabər 4 yazılmış olsaydı, burada x daxilə nə? Boş çoxluq. Boş çoxluğun bu aralığın kəsişməsi də boş çoxluq və burada yazardıq nə belə? Boş çoxluq. İstənilən halda birləşmədə bu təsir göstərmir. Olacaqdı mənfi 1'dən 1'ə, 3'dən nəyə? 5'ə. Və beləliklə bu da bizə rast gələn, daha qəlizlərdir, amma bizə rast gələnlər bunlar. Aydındır. Biraz görüşməyi tələsdik. Ortadakına. Sağdakı deyirsən.